Amma elə düşünürdüm ki, ən azı 2-nin 3-ünü vurmalıyıq ki, bunu saxlasın. Saxlama gücü sizə zarafat gəlməsin. Belə qaldıra bilməyəcəm, taxta çox ağırdır. Gücü çoxdur. 8 var, 6 var və 12 var. Bunlar kimi pimlərin ağırlıq saxlama gücü çoxdur. Bir dənəsini biz test edək. Bir dənəsini belə qopardırıq. Artıq qəşəngcə vurduq bura. Yəni bu pimlər həqiqətən qəşəng ağırlıq saxlayır. Bunu buradan əlimlə belə qaldıra bilməyəcəm, taxta çox ağırdır. Yəni həqiqətən ağırdır. Mən şəlbətinlə yapışıram belə. Görsünüz baxın. Qəşəngcə qalır. Yəni taxta həddindən artıq ağırdır. Kleysi çox möhkəmdir. Baxın elə. Görsünüz bax. Həqiqətən ağırdır. Belə. Yəni pimlərin ağırlıq saxlama gücü sizə zarafat gəlməsin. Çünki bu çox möhkəm bir yapışdırıcı örtüyə malikdir. Demək 8 var, 6 var və 12 var. Bunlar əsasən Penaplex məhsulu üçün nəzərdə tutulur. Bunlar bilirsiniz ki, divara vurmaq üçündür. Drellə, perforatorla deşilib bərkidilir. Bunlar isə konstruksiya bərkitmək üçündür. Məsələn, ən zərif olan şüşədir, şüşəyə yapışır. Məsələn, taxta, gördünüz mü, bu taxtanın necə yapışdı qaldı burada, sonra davamını qopartmaq mümkün deyil. Yəni, qopardılsa da belə, məsələn, hər hansı bir möhkəm cəhsi qoparsaq da belə, artıq o zədələnəcək və ikinci dəfə istifadə olunmayacaq. Usta yoldaşımız inanmırdı ben belə ağırlıq saxlamağına, deyir ki, mən özüm deyirəm. Amma elə düşünürdüm ki, ən azı 2-nin 3-ünü vurmalıyıq ki, bunu saxlasın. İndi satış yerimizə gələnlər bu taxtanın ağırlığına baxarsınız. Çox ağır. Yəni, həqiqətən. Neçə taxtadır? 5-lik taxtadır. 5-lik taxtadır. Əməlli qalın bir taxtadır. Kimsə gəlsə belə test var, burada testlədik. Amma belə ağrıyanlar gəlməsin, belə səbəblər. Belə ağrıyanlar gəlməsin, da deyim. Satış yerimiz Abşeron Ticarət Mərkəzi 1-ci sıra, 2-ci korpus, 15-ci mağaza. Gəlib bax belə baxıb yoxlanış edə bilərsiniz.